Salam əziz dostlar. Bir gözəl ayəni sizin nəzərinizə çatdırım. Deməli, Şura surəsi 84-cü ayə, 48-ci ayə. Burada bir dənə maraqlı bir ifadə işlədir Allah. Allah Teala buyurur ki: "Və inna izə əzəqnal insana minna rahmeten feriha biha." Əgər həqiqətən biz o zaman insana bir rəhmət dadızdırsaq, yəni bir mərhəmətlə onu qarşılaşdırsaq, fərihə bihə, ona sevinərlər. Və in tusibuhum seyyiətun bimə qaddəmət əydihim. Əgər ona öz əlin qazandığı bir şeylə ona bir pislik yetişsə, yəni o öz qazandığı səbəblə ona bir pislik yetişsə, onda o nankor olar. Fə innəl insana kafur. Həqiqətən insan çox nankordur. Bax, insanın belə psixoloji pis xüsusiyyətləri də var. Sağ olun.